Artıq bir neçə gündür ki, kargolarım çox yığılmışdı. Dedim, açmışkən də sizlərlə paylaşım. Bu Trendyoldan sifariş verdiyim 3-cü kiprik laminasiya setidir və hər səfərində də eyni firmadan, eyni satıcıdan alıram. Doğrudan da çox gözəldir. Kiprikləri qəti sürətdə yandırmır. Bu səfər isə bir balaca baha aldım. 20 manata. Növbəti karqom yenə Trendyoldan olacaq. Gördüyünüz bu şalvarı endirimlər və kuponlarla birlikdə sadəcə 12 manata almışam. Bəli, səhv eşitmədiniz, 12 manata. Üzərində kəmər də gəlir. Şalvarın özünün materialı çox bəyəndim. Bununla yanaşı bel hissəsinin rezin olmağı ölçüdə problem yaranma riskini daha da azaldır. Bu arada yeri gəlmişkən paylaşacağım bütün məhsulların linklərini Instagramda öne çıxanlar hissəsində paylaşacağım. Bağlamaları Trendyol'la davam edirik. Gördüyünüz bu babetləri isə cəmsi 10 manata sifariş vermişəm. Olduqca rahat, yumuşaq ayaqqabılardır. Üstəlik yetəri qədər də rəng seçimi mövcuddur. Ayaqqabı demişkən, Trendyol'dan aldığım bu botları da mən doğrudan da çox bəyəndim. Enli pəncəli, qalın biləkli olanlarda bu botları rahatlıqla sifariş verə bilərlər. Cəmi 2 sm yarım olan topuq hissəsinin hündürlüyü də sizə gündəlik həyatda da rahat istifadə imkanı verəcək. İçərisi mehli deyil, ancaq az əvvəldə dediyim kimi materialı isə olduqca elastikdir. Məsmən də reaksiyasından gördüyümüz kimi bu botları sadəcə mən yox, həm də Məsmə xanım bəyəndi. Bu botların da qiyməti endirim kuponları ilə bərabər sadəcə 18 manatdır. Növbəti sifarişim isə Temudandır. Nə cəsarətlə bilmirəm, ancaq Temudan balonka sifariş verdim. Gözlədiyimin tam əksinə keyfiyyət olaraq da, ölçü olaraq da normal gəldi. İlk dəfə idi ki, Temuda sifariş verdiyim bir məhsul şəkillə birə-bir gəldi. İçərisi tüklü, özü nazik balonka. Bu isə dizlərini isti saxlamaq istəyənlər üçün dizli idi. Bundan hərçənd ki, burada da tapa bilərdim, ancaq həmişə kimi axtarmaqla özümü yormadım. Sadəcə Temudan sifariş verdim. Temu ilə bugünlük vidalaşıb yenidən keçid edirik Trendyol sifarişlərinə. Bu siviti görən kimi vurulmuşdum. Gözləntimin də qarşıladı, tam da gördüyüm kimi çıxdı. Həm model olaraq gözəl, barmaq detaylı, üstəlik içərisi o qədər tüklü, qalın, yumuşaqdır ki, əsl qışınmalıdır. Hələ bu barmaq detayı üçün ürəyim getdi. Qiyməti isə cəmi cümlətanı 17 manat. Qısacası bu siviti bəyənməmək üçün heç bir səbəbi yoxdur. Bugünün son kargosunu da açıb sizlərlə vidalaşıram. Bu qızma sifariş verdiyim vitrovkadır. Bu cür keyfiyyətdə olan vitrovkalar mağazalarda minimum 50 manatdan satılır. Ancaq bunu isə mən 16 manata sifariş verdim. Həm rəngini, həm ölçüsünü, həm modelini çox bəyəndim. İndi deyəcəksiniz ki, bu qədər sifariş içində bəyənmədiyin olmadı. Doğrudan da olmadı. Bu səfərki sifarişlərin hamısı birə-bir gəlmişdi. Çünki sifariş verərkən diqqətlə oxuyub, şəkilləri seçmək lazımdır. Bugünlük isə bu qədər deyib sizlərlə sağollaşıram. Sağ olun, salamat qalın.